18 ya 20 neçə yaşı var idi. Sizə sual verirəm. Bir xanım onun evindən Peyğəmbər məscidinə qısa yoldur. O yolu gedəndə niyə 3 dəfə otursun? Yolu gedənə qədər 3 dəfə oturdu. Dedi, mən əlüzü çəkin, mən oturum, dincimi alım, sonra gedim. 3 dəfə oturdu, durdu. Gəldi Peyğəmbərin qəbrinə, fəryad elədi. Ya əbəta, rufihat quvvəti, ata da tükənmişəm. Daha gücüm tükənib mənim. Və şəmu təbii ə'dai, düşmənlər mənə dil yarası vururlar. Ata, bilirsən mənə nə deyirlər? Deyirlər ki, mən Beytulmala əl uzatmışam. Mənə belə bir ittiham deyirlər. Vəl kəmədu qatili, deyirlər ki, mən deyirəm sənə, ya Rasulallah, qəm day məni öldürür. Mən görə bilmirəm əlini. Xanım Zəhra özündən şikayət eləyir, yox, çox səbirli adamdır. Deyir ki, mənim gözüm görür, əli dizim qucaqlayıb, Allah dostunu qərib görə bilmirəm. Bu qəm məni öldürür, əlinin qəmi, ümmətin qəmi. Ya Rasulallah, sənə bir xəbər verim. Xəbərim var ki, Əli küçədə cəmaata salam verir, cavabını vermirlər.